acınacaqlı olan tərəfi nədir? Yəni bizdə əgər bir rus məktəbi olarsa, bir Azərbaycan məktəbi olarsa, bir Azərbaycanlı öz çocuğunu rus məktəbinə verəcək. Azərbaycan məktəbinə verməyəcək. Neden? Çünki hələ də Azərbaycanlı elə düşünür. Yəni Rus okulunda eğitim daha yüksək, Azərbaycan okulunda eğitim kötü. Başqa bir şey deyim. Yəni ki, bu yalnız Azərbaycanlılarda ola bilər ki, məsələn, iki Azərbaycanlı bir-biri ilə əgər onlar rus dilində eğitim alıblarsa, yalnız rusca konuşarlar yəni. Onlar Türkiyədə də görüşəndə rusca konuşurlar. Nə bilim, İsraildə də görüşəndə, Amerikada da görüşəndə. Yəni mən belə bir şey türkcə görməmişəm. Məsələn deyək ki, iki türk görüşsün, hətta Almaniyada görüşsün orada, onlar türkcə danışacaqlar. Yəni Almanca yox. Amma bizimkilər, yəni bu nədən irəli gəlir? Çünki bundan irəli gəlir ki, bu insanlar kötüdür deyil. Yəni mən o insanların problemi deyil. Problem dilin problemi. Yəni bizim dil onlara istənilən bir məlumatı, bilgini, eğitimi vermir. Ondan dolayı onlar rus dilini, İngilis dilini ya türkçəsini seçirlər. Yəni bax bu çox ciddi bir düşünməyə və bu çox ciddi bir siqnaldır. Yəni bu bir sozdur ki, biz qərar verək. Azərbaycan Türkiyə türkçəsində zaten bizim çocuklar hamısı Türkiyə türkçəsinə meyillidirlər. İstanbul'a gelirler, Türkiye'ye gelirler, orada eğitim alırlar. Sonra oradan buraya. Deməli eğitim dilimiz bizim Türkçe olmalıdır. İngiliscə ola bilmərik çünki İngilis dilinin burada bazası yox. Yəni amma Türkçənin bazası vardır. Türkçənin yəni elmi dil kimi, eğitim dili kimi Türk dili daha uyğun bir dildir. Həm də bu Türk dilinin deyək ki, alfabesi yaranarkən bu Axundov dövründə bu iş başlamış və sonra Mustafa Kemal Paşa tərəfindən icra olmuşdu. Yəni bu həmin alfabe və bu alfabedə Türk dili üzərində yaranmış bir alfabedir. Yəni Fars dili üzərində yaranmayıb, Ərəb dili üzərində yaranmayıb. Məhz Türk dili üzərində yaranır. Əgər bu belədirsə, nədən biz bu həmin alfabeni əsas götürüb və onun üzərində, onun ətrafında birləşməyəlik? Siz də dediniz, yəni fikirdə, dildə, işdə birlik. Bu əvvəllər daha tez-tez deyilərdi. Amma bu birlik üçün 30 il gərəkirmi? Gərəkmir yəni. Bunun çox sürdü bu 30 il. Yəni bundan bizlər uduzuruq. Çünki bu dilə böyük yatırım yatırılmadı. Böyük yatırım yatırılmayan bir dil də inkişaf edə bilməz. Atatürk dövründə Türk Dili Qurumu yarandı. Elə Türk xalqlarının özündən mindən yuxarı sözlər seçildi. Yəni sizin bugün Türkiyə türkçəsinin içərisində Azərbaycan türkçəsindən də götürülən çoxlu sözlər var. Əlbəttə. Deyəndə ki, Türkiyə türkçəsi bizə elə gəlir ki, bu sadəcə Türkiyə türkçəsi. Bu sadəcə Türkiyə türkçəsi deyil, bütün türk xalqlarının türkçəsidir. O əsasdan çıxış edərək yenə də həmin çalışmanı davam etməli və yenə də yeni sözlər, yəni bu türk xalqlarından yeni sözlərlə, amma o əsas götürülməlidir. Çünki orada böyük yatırımlar var, yəni orada elm var. Orada tibi var, orada kosmos var. Yəni artıq dövr, yəni Kalaşnikov dövrü deyil yəni. Artıq dövr axıcı dövrüdür. Yəni bildinizmi? Yəni bir fəza dövrüdür. Bu fəza dövründə Kalaşnikov, Rusun tüfəngi deyirik, silahı. Kalaşnikov bitib artıq yəni. İndi akıcı dövrüdür və bunu gerçək qəbul etməmiz lazım. Və dilə də məncə siyasət kimi yox, mədəniyyət kimi baxmamız lazım. Siyasət kimi baxsaq, onda biz çox şey kaybedəcəyik. Heç zaman bir araya gələ bilməyəcəyik. Amma mədəniyyət kimi baxsaq, bu çox kolay yəni. Baxın, biz Tehran Kitab Fuarında bir dəfə ora getdim. Fuardan sonra biz İlber Ortaylı hocamızla oturduk bir çay içərkən çocuk bizə bir çay gətirdi və dedi, soruşdu ki, siz Türk müsünüz? Evet, Türk'üz. Və sən, o dedi, mən də Türkəm, amma o təbii ki Təbriz ləhcəsində dedi və biraz konuşdu, biraz söhbət, məhəbbət yapdıq dedi və sonra getdi. İlber Ortaylı bəy mənə baxdı, dedi ki, biz bu çocukları xilas etməliyik. Orada 30 milyon Azərbaycanlı var. Onların danışdığı dil daha heç zaman onlara elm gətirməyəcək, lazım olmayacaq. Mümkün də deyil. O dildə ona elm vermək olarmı, o kitablar, o lüğətlər mümkün deyil. Bu olmayacaq. Bizim dilimiz də Sovet dövründə bu şəkilləndi, bu şəkilə salındı. Yəni buna da bu 30 ildə böyük yatırım yatırılmadı. Belə olan halda niyə də hazır bir dili, yəni biz deyirik biz qardaşıq, düzdürmü? Bir millət, iki dövlət. Qoy bir millət, bir dil,
2 devlet olsun, 3 devlet olsun, 5 devlet olsun. Bence geleceğimize biraz aydın baksaq, görərik ki, bu bizim için bu bir şansdır.